Çevrə üzərində qeyd olunmuş A, B, C, D, Y, F, M, N, K, L nöqtələrindən keçən bütün vətərlər çəkildikdə neçə dənə nöqtədir? 10 dənə nöqtəmiz var. Vətər nədir? Çevrənin iki nöqtəsini birləşdiririk də bəli. Yəni vətərin adlandırılması AB vətəri və BA vətəri desək olur, bir dənə olmalıdır da, düzdürmü? Ya AB olmalıdır, ya BA olmalıdır. Desək, məsələn, elə sual var ki, burada vektor deyir. Vektor olanda AB və BA ikisi də lazımdır bizə. Amma vətərdir, parçadır, düz xəttdir, iki nöqtədən keçən, onları sadəcə bir ad götürsək bəs edir. Ya AB, ya BA fərq eləmir, amma bir dənə götürürük. Yəni kombinizon hesablayacağıq, ona görə hesab. İndi deyir ki, A nöqtəsindən keçməsi hadisəsinin ehtimalını tapın. İndi 2-2 biz birləşdirməliyik biz bunu. Bax, 2-2 birləşdirməliyik. Bütün hallarımız olur. Kombinizon 10-dan 2. Bir dənəsi A olacaq. Yerdə qalanda bu 9-dan biri olur. Nətər yazırıq onu? Bir dənə A. A-la işimiz yoxdur. Elə ki, bu 9 nöqtədən birini seçirik də. 9-dan 1, vəssalam. Başa düşdük? Bir dənə A-dır, bu 100%-dir. 9-dan 1, digər nöqtələrdən də biri. Hesablayalım. 9 bölünsün, 10 faktorial bölünsün, 2 faktorial vuraq 8 faktorial bərabərdir. 9 faktorial deyil, 9-dur bu. Burada da 10, 9, 8 faktorial yazsaq, 2 vurulsun 8 faktorial. Bunlar ixtisar getdi, 9'lar da ixtisar getdi. 2 qalxdı yuxarı, 10-da 2. Yəni 0,2. Bu. 5'də 1.